Ermənistanda bir ailənin 6 üzvünü qətlə yetirməklə gündəmə gələn Rusiyalı hərbiçi Valeri Premyakov bugün hakim qarşısına çıxacaq. Maraqlısı odur ki, məhkəmə prosesi canlı yayımlanacaq. Ermənistanın Gümrü şəhərində Rusiyalı hərbiçi Valeri Premyakovun Avetsyan ailəsini qətlə yetirməsi ilə bağlı məhkəmə prosesi bugün başlayır. Səyyar məhkəmə iclası isə Rusiyanın 102-ci hərbi bazasının ərazisində keçiriləcək. Bu barədə Ermənistan kütləvi informasiya vasitələri Ermənistan məhkəmə departamentinə istinadən məlumat verir. Məhkəmə iclası Bakı vaxtı ilə saat 12-də başlayacaq və ictimaiyyətə açıq keçiriləcək. Ermənistanın İstintaq Komitəsi Premyakova qarşı yeni ittihamlar irəli sürüb. Komitənin məlumatına görə Avetsyan ailəsinin qətli, hücum, mülkiyyətə qeyri-qanuni daxil olma və əmlakın talanması ilə müşayiət olunub. Maraqlıdır ki, Valeri Premyakov ona qarşı irəli sürülən bütün ittihamları qəbul edib. Hadisə isə 102-ci hərbi bazanın yerləşdiyi Gümrü şəhərində bu il yanvarın 12-sində baş vermişdi. Rusiyalı hərbiçi erməni Avetsyan ailəsinin 6 üzvünü qətlə yetirmiş, yaralı vəziyyətdə xəstəxanaya çatdırılan 6 aylıq körpə isə bir həftə sonra orada ölmüşdü. Dəhşətli qətl hadisəsi Ermənistanda böyük səs-küyə səbəb olmuş və etirazlarla qarşılanmışdı. Hətta bu məsələ Ermənistan və Rusiya arasındakı münasibətləri gərginləşdirmişdi.